Sabahınız xeyir olsun. Bugün mən Günellə gedirəm. Biz gedirik rayona dincəlməyə. Günel evdə hazırlaşır. Mən isə gedirəm iş yerimə. Çünki kameralar gizləyir. Gedim kameraları düzəldim. Gəlim Güneli götürüm və yola çıxam. Ne oluyor lan? Deməli 3 gün rayonda olacağıq. Ona görə kameraları düzəltmək lazımdır ki, mən PlayStation kluba nəzarət eləyim. Nə var, nə yox, necə olacaq, hər şeyi görə biləm. Ay can, bunun Crocstarına bax. Bəh. Ümumiyyətlə harasa çıxmamışdan qabaq mən bilirəm ki, Günel saatlarla hazırlaşacaq. Saatlarla makiyaj, saç, normal standart qadın kimi də. Yəni elə bir dünyada qadın yoxdur ki, desin və eləsin, eyni vaxtda da gəlsin, gecikməsin. Təəssüflər olsun Günelin hazırlaşmağı gec olacaq. Ona görə mən də gedim gün işlərimi görüm, qaydım onu götürüm və gedək artıq çax yola. Siz isə videonu bəyənib kanala abunə olmağı unutmursunuz. Ümumiyyətlə biz gec videolar atırıq. Özünüz bilirsiniz ki, Günelin işləri dəhşət çoxdur, mənim işlərim dəhşət çoxdur, amma çalışırıq, yenə də fikirləşirik, sizi həmişə düşünürük. Tezliklə videolar gələcək, söz veririk. Biraz səbr edin. Bu kanalda aktiv şəkildə videolarımız tez gələcək. Bilirik siz bizi çox sevirsiniz, biz də sizi. Burada artıq işimiz bitdi. Rahat yollana bilərik evə. Görərsiniz, evə gələcəm. Hələ Günel hələ də hazır deyil. Çox güman ki, hazır deyil. Bu video baxana deyəcək. Evde istemem hakkında böyle danıştım. Deməli, mən evdən çıxdığım 1 saatdan çoxdur. Gəldim obyektə, kameraları quraşdırdım və təzədən qayıdıram. 1 saatdan çoxdur. İndi məsələ burasındadır ki, Günel sizcə hazırdır, yoxsa yox? Məncə hazır deyil. Gəlin səs vermə eləyək və girən kimi içəri ilə birinci sualım olacaq. Günel, sən hazırsan, yoxsa yox? Çox güman ki, görəcəksiniz. Günel hələ də hazır deyil. Salam aleyküm. Günel! А ты почему не готова? А я буду, да, готова, да пока ты соберешься. Дай мне видео снять, пожалуйста. Ты сегодня понимаете. Mən sizə nə dedim? Dedim bu hazır olmayacaq. Ay bala, mən çinmişəm, makyaj eləmişəm, saçımı klatk eləmişəm, sənə bir qədər olur. Ben böyle gedim rayona. Şortlu futbolkalı. Niye çinmeliyim ki? Ben dün çinmişim. Hazır deyil. Özü bilər, Kim? özü. Gəl ki Günel. Mikrofonsuz çəkirsən, ha? Hə, mən mikrofonsuz çəkirəm O çünki çox zor pis olur. yazır səsi. Sən keçən dəfə dedin ki, ay bu mikrofonsuz da əla yazır, amma çox pis bir yazmış. Bax, sözünə qulaq asmayın, böyrə qalır. Yok ya. Nəysə, biz artıq hazırıq. Saat 12-yə qalıb 10 dəqiqə. Oy da. 12-yə qalıb 10 dəqiqə və biz Hələ bazarı eləyəcəyik. hara? Olamaz. Yolda yeyib yeməyəcəyik. Neçə saat yol gedir, uzaq yola çıxırıq, kotlet çörəyi zat. Koklet. Kotlet çörek. Bax, mənim sumkamda var. Mən look videomda çəkdim. Baxmamısınızsa girin baxın. Bu ucu krasovkadadır, hazırdır. Təzə deyə krasovkalara 2 il sən deyəndən sonra al, axırda aldım. 2 ilə yığdım pulu. Utandı heç. Ağzımın içinə. Ne oluyor lan? He? Dolu. Nədir? Özü yaxşı aparmırsan ha. Sən deyirəm. Sən mahirsə deyəməzsən. Ulan bir yiyorsa sülüyle gelsenize. Hazırlaşdı. Ayda bu dəsmal zat burada çox biabırçılıq deyir. Şimdi biz gedirik. Mən hazırlaşmışam, qəşəng geyinmişəm. Torun da qəşəng geyinməyə çalışıb. Əsas odur ki, çantamı götürmüşəm, paltalarımı götürmüşəm və kaşlokumu da götürmüşəm. Gizgizli trendlərim mənim kaşlokum. Allah aşkına sen kendini deli gibi yaptın ya. Başım nəysə. Gizgili trend olsa da həqiqətdir. Allah haqqı çapılır əmi. Kişi adamın Allah kaşloku haqqı. olar. Yox. Mənim yerimdə cəmaat 5 dənə arvad saxlayıram, birini bir tərsi dolandırıram. Sən hələ birini saxla, 5-ini sonra saxlayarsan. Tək sən 5-ini saxlayacaq pulun olsun, orada danışarıq. Всё. Yo millət. Biz gedirik İsmailliyə. Bye bye. Biz hazırıq. Bismillah, sən hara gedirsən? Sən niyə hürürsən? Sən heç yerə getmirsən. Köpoğulun balası. Qaran şəkil çəkir. Sizin də şəklinizi çəkin. Salam. Salam. Oyda. Şepinə bax. Girdik yol etdi marketə. Bazarlıq eləməyə. Neçə gündür görmüşəm qızacıq hardakda yer. Beynimə düşüb marketə getsəz alın bu gilasdan şokolad. Dəhşət tatlıdır. Bunu yemişəm, bu dadlıdır.
Oğlun ən xoşladığı adyal. Nə bilim, çipsilərdir, çaxır içməyə pendirdir, nə bilim, zeytundur, pivə içməyə balıqdır, çipsi, semişka. Çünki bilirəm ki, orada elə şeylər olmayacaq. Ona görə buradan hamısını götürürük. Biz hara getsək bizim gündəliyimiz. Salam. Bir yol gedəndə çipsi yemədinsə, pantayla. Onda o yol deyil. Sağlam qidalanmazat qalır Bakıda, rayona gedəndə. Günelin də bəhanəsi olur da. Hər də bəhanəsi olur. Rayona gedəndə dedi spirtli içki içmir, amma yenə də çipsidir, semişkadır. Amma bugün necədə? Sizcəsən? Olkoş. Şəxurə kimi olursa? İçki ziyandır. İçki içmək ziyandır. Heç kimə tövsiyə etmirik, amma özümüz içirik. Özümüz bilərik, həyat bizimdir. Mən qarışmıram, mən doğrudan razı deyiləm. İçki ziyandım, amma arada bir bakal çaxır əksinə xeyirdir. Ay bala, biz indi balaca uşaqlar da izləyə bilər də. Ay bala, balaca uşağın əli çaxıra çatıb, qurbumda dünyada hər şey biz fikirləşək. Toğrunla yolda darıxmayaq deyə oyun kəşf eləmişik. Mən kəşf eləmişəm. Bəli, mən kəşf eləmişim, mən kəşfiyyatçıyam vəbşə. Derin bir nefes. Deməli, feillər deyəcəyik, yəni qlaqol. Amma axırda maq-maq şəkilçisi olmadı. Məsələn, get, gəl, otur, dur kimi bir şeylər. Birinci mən başlayacağım, çünki oyunu mən kəşf eləmişəm. Day nə oldu ya? Oynamıyorum ya. Mən olsa başlayacağım kəşf eləməzdən, çünki mən qadınam. Yok ya. Başlayaq. Deməli, birinci mənim sözüm otur. Otur. Hə. 1 2 Yəni saniyə vaxt da var. 3 saniyəyə tapmalısan. R hərfi ilə Yox, son qlaqol. olacaq, başqa Yox, bir dəqiqə, adam R hərfi ilə nəsə qlaqol tapmalıyam. Yes. Ay, bu dıyıpın keçək sonra da. Hı? Amma məndə də kamera. Dıyıpı nə olur ki, sən böyründəki də dıyıpı da. Əqəqəm. Polis görəndə mondraja düşürəm və özümə Öyle olmamalı da. O saxladı. 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 Mən kamera çəkə bilərəm. Sən rahat çəkə bilərsən kameranı, işin də olmadı. Çünki sən düşürsən. Getsin həyat yoldaşım getsin də məsələ həll eləsin gəlsin. Zəhmgir polis saxlayanda özünü asıl deyil. Çünki adam içi şey olur. Niyə də yol gedirik də. Hə, yaxşı təzədən deyim sözü yoxsa tapdın. Vaxtım var idi düşünməyə. Yo, Allah, yo, başqa söz deyirəm. Ümumiyyətlə qlaqol Azərbaycan dilini ümumiyyətlə bilirəm ki, mən hələ durub nəsə danışam. Sən yazıq. Rus dilinə desən deyərəm ki. Sən rusca de, mən tərcümə eləyim. Davay da. Həm belə, həm belə. Rusca, Azərbaycanca. Hə, R Sən hərfində. İngilizcə sökürsən, sən İngilizcə de. Davay. R hərfinə rusca de. Yoxsa təzədən başlayaq. Təzədən. Qal. Nə? Qal. Qal? L. L. L ilə qəşəng bir dənə sözdür. Bu qəşəng söz deyil o. Laminat. Mənim Azərbaycan dili zarafat edirəm. L ilə qlaqol var. Bax, özün oyunu fikirləşmisən, düzdür? Hə. L ilə bir dənə qlaqol dinən mənə. Ləmsəmək. Lalaq. Lalaq. Götüyən. Lələ önləmək. Lülə qurutmaq. Suda lülə qurutmaq. Arkadaş qurutmaqdır. O lülə şeydir. Qurut da qutarırıq da, mağız çıxardırım. Sö, lülə qurut. Sö, ay, zor oyun deyil. Tıyla. Davay, tıyla. Tı. Tərif yox et, tıyla dinə. Tı da deyən. Tap. Tap. Pıyla. Bəxti yox desəm də hərflər düşür. P. Ha, var. Ha? Var, pıyla. Pıyla var. Hə. Pəzənmək. Davay, bax, şar nə olur? Partlatmaq. Partlat. Tıyla. Partlatmaq dedim, q ilə deməlisən. Yo, onlar hamısı maqla qutarır da. Maq şəkilçilərlə qutarır. Orada şeydə hamısı onda qıyla olacaq, ona görə. Tak, mən partlat. Partla da əslində. Hə? Partla. Tı olsun, nə olsun? Sən fikirləşdiyin oyunun içinə tüpürmə. Bu nə oyundur, qardaş? At. Ladna, Ay. Bəsdir. Sən- Oynamıram, bezdirdin sən məni. Mən unuttum. Sizcə Günel hardadır?
Biz dayandıq ki, çay içək. Qutab, çay, Şamaxıdayıq. Biz İsmayılıya gedirik. Hardasa Abqoranı keçmişik. Abqora restoran var. Oranı keçmişik. Az qalıb İsmayılıya. Bizi internetsiz, telefon şəbəkəsi olmayan bir yer gözləyir. Çünki orada telefon tutmur. İnternet də var, ancaq restorandadır. Staf istifadə edir. Qonaqları da qoymurlar. Bir tərəfdən yaxşıdır, bir tərəfdən də pis. Demək ki, sən də Şamaxılısan. Yok mahsul ya. Mən də qapıyam. Qaqlısınız. Sən nə soruşan var idi ya? Videonu bəyənib kanala abunə olmağı unutmursunuz. Çünki günə sizə deməyəcək bunu, amma kanala abunə olmayan baboşdur. Çay gəlinə kimi bir dənə burada fasilə, duda, suda, biraz mən işim işləsin, biraz günə işini işləsin. Biraz rəqs elə. Mən sizə, hər birinizə elə bir həyat arzuluyuram ki, bir dəqiqə də, mən sizə elə bir həyat arzuluyuram ki, Ərim zorakardır mənim. siz də telefonumuzun keysini kaburasız işlədəsiniz. Zarətdə yığmır kabra ilə olanda ilişir ona görə. Günel kimi varlı olasınız, o qədər imkanlı olasınız ki, telefonu kaburasız işlədəsiniz. Və doğrudan da adnarazov stanok adnarazov olsun həyatınızda. Yox, xoşbəxtliyə. Sən xoşbəxt deyilsən. Mən nəsə dedim? Nəsə deyə bilərsən? Yox. Ya ölümlü ya zulüm. Oyda, it hissi verəcəyik, bura çıxar. Ləzzət edirəm ya. Yeti veririk ki. Ya bu ocağın zadını yeyir. Ocağın iyi iti deyil. Amma mən iti xoşlayıram. Ona görə sevmirəm də. Su iti sənsən vəbşətə, mən yox. Nəysə biz yeməyimizi yedik. Biraz səliqəsizdir bizim masamız, amma yenə də nəysə. Anam çox. Günel hazırsan? Allah nə olub sənə? Allah qutabdan sifətə əyildi. Günel də video editləyir. Buradan sizə hamınıza səslənirəm. Heç Tualetə yola gedin. Hoca geyimin. Bir dənə də məsləhətim var. Çay içəndə heç vaxt çay gələn kimi razı içməyin. Çay hələ indi dəmlənib, hələ indi tək dadı gəlir. Biz şu doymuşuq, patlayırıq. Çay deyil, o ice tea-dir artıq. Buz kimidir. Mən çayı qaynar içməyi xoşlayıram. Ha, səncə 8 stəkan çay içmisən, var yürləşir. Mürəbbə çox qəşəngdir çünki Moruq mürəbbəsi. moruq mürəbbəsidir, meşə moruğundan. Meşə moruğu diki. Nə dəri? Diki. Bir dənə də. Diki. Diki. Amma bundan da qəşəng mənzərə var ya, doğru. Sən hardadır? Ha, burada. Ay Səni nə təkədir? Dinozavr! Doğrudan. Ayda, necə romantik saçlar uçur. Heç belə gözəl Maldivə getməmişdim. Maldivə. Dedim mən Maldivə gedirik. Sənin Maldivə nə işin var? Olmazsan Maldivə. Biz ara gedirik, başa bilirsiniz. Biz gedirik İsmayılıya. Deməli, bir dənə ad var. Elə ki mən də düşündüm. Bir dənə ad var. Sən neysən ki? Mən o adı deyirəm sənə, sən də deyirsən. O ad, yəni adın, yəni Ha, oyun oynayırıq. sahibi kimdir? Oyun oynayırıq. Adın sahibi kimdir? Amma kişi kim? Əgər bilirsənsə denən, çünki sən deyəndə mən də bu dostlar. Adın sahibi kimdir? Məşhur bir ad çəkəcəm. Juan Paulo Montoya kimi. Ay bala, deyirəm ki, insan kimdir? Yəni professiyası nədir? Ay Allah, sən qondrana Ya professiyası yoxdur da, yəni kimdir, nəçidir, harda işmisən o adı? Təhsili yoxdur, baxışdı. Günlərə bax bir dənə. Hani o Bakı doludur, getdik. Hazırsan? Hə, deyən elə ki, sən də düşdü bir dəqiqə. Gibi otur. Kiyeka. Axırda yenə it günündə mən Kiyeka Matsui. Dur, kiç adları hardan? Matsui. Sən тебе Matsui. Matsui отсюда. Ha, Matsui. Kiyeka Matsui. Keka Matsui. Keka. Ну давай, o Keka kadar. Matsui. Keka. İsmail'e çatır. İsmail'dandır. Genciden gelence. İkincinin gələsini. Keka Matsui, sən deyirsənsə, yəni ki, yenə idmançı zadır da, hə? Yo, düz oldu denən hə. Yok. Aktyor. Yok. Keka Matsui. Yazıcı ola bilər ya, kitabı zadı var. Yok. Sən Keka Matsui. Keka Matsui. Deyəm dəqiqə, heç biri deyil kimdir özü ilə yer üzündə. Əsas aktyorlardır. Bir də bunu çək, bir də pəncərədən Abi bir dəqiqə. Otiri oxular. Gözlü. Nəyisin bala? İnəkdir də, inə Allah iti nəyisin? deyirəm. Ha, uy, oğlan. Başım Keka Matsui, Matsui, bilməm.
Oo, hələ də gəlir dalımızca. О, yolun ucundan Ay, ne güzel idi. Başka etiydi, bu taşıydı. Ека Мацуй, я тебе даю попытку. Это Ага. муганни, исполнитель. Bak dedim de Muzikant. sen ne deyirsən, yox. Это музыкант. Тогда угадай с первого раза ilk Hangisini dəfədə oxu? bəstəkardır və ты должна угадать, что за bəstəkar. На каком инструменте он играет? Точнее, да. Saz. Çok güzel mandı Allah. Aga, ses niye gelmiyor? Ölüb çünkü, mahnısı da ölüb, özü de ölüb. Tuğrul, biz bir tane olur adam kimi yolumuzu gege. А, вот, все, нашел песню. Вдох, выдох. Beyaz geceler görüştü yarımla dünyalar Вдох, kadar. выдох. Мы опять. Tuğrul, hiç utanmadım ki tanımıram. Niye? Hani mahnısı neydi ki? Это популярная песня. Я вообще не знаю, а если я не знаю, она не популярна. Başka sözüm var. Ben diyeceğim. Dene. Bernard Püstünville'in tanıyorsan. Sizde işte değildi. Bernard Püstünville. Tap. Tap görüm kimdi? Tapdım da sizde iş değildi. Ha, biz de işte. Biz güzel olur. Yaxşı ciddi bir ad dene, mən onu tanımayayım. Mənim elə adam yoxdur ki, tanıyım, sən tanımıyorsan. Mən tanıyım, sən tanımayasan. Camal Qurbanov, tanıyırsan kimdir? Tanımıram axı bana. Mahnı değil. Замути фристайл. Давай, давай, смешно же. Нет. Давай. Я не умею. Вот, это уже А рэп. ты То, что давай, ты не давай. умеешь, это уже рэп. Да, сейчас. Давай ты с первой тогда, окей? Давай na Azərbaycanskim getdik. Bax, rəpi demək üçün sən konkret heç olmasa bir mövzunu bil, hara gedirik, nə edəcəyik, nə qaracağıq, nə qarmaq istəyərdi. Sən bunların hamısı haqqında oxuya bilərsən. И просто подбит. Utanıram ya, Allah haqqı Niyə? utanıram. Nə var ki burada? Mən bacarmıram baxı. Gəldik İsmailiyə, yol üstü qutab yedik. Все, молодец, Ela repiydi. Çay da içdik, üstündən də çay da içdik. Что такое da? Dünən də sən başla. Qafiyə səndən gəlsin, hə? Mən damı vперед. Xeyr ola, tamam meyxana Ay, deyildi. bayaq sən əməlli başlı oxuyurdun. Hər və Oxuyurdum ki. Lalələr də oxuyurdun. Getdik. Lalələr oxu. Lalələr, yo lalələr. Bu naqarət edin, dağı sən gətir. Nəhayət ki, biz artıq çatırıq. Yox, nə qədər yolumuz qalıb? 15 dəqiqə. 10 dəqiqə. Görək bu yolu Toğrul bəyin arabası necə gedəcək? Ay bala, yol abıçlı yoldur Bəs yəni. niyə biz keçindi papa maşını ilə gəldik? Çünki papam maşınla gələndə biz Qara yox, yağmışdı. Ha. bu yol yaxşı idi. Bizim o yol təmirdə idi, əsas yol təmirdə idi. Tər qutarıq. Görmədik, qaqaş. Buyur. Hiçbir şey. Buyur. Təmir qutarıb rahat gələ bilərsiniz. Amma biz demirik hansı saat elə gedirik. Niyə demirik ki, nə var ki burada? Uzun reklam edirik. Bu siz reklam söhbəti deyil zaten. Demirəm. Denə, Deməyəcəm. deyəcəksən. Mən deməyəcəm. Deyəcəksən. Deməyəcəm, özüm biləcəm. Olsa zaten tanıyan tanıyıb, tanımayan da tanıyandan Tanımaz. soruşar. Tanıyandan soruşsun. Mən nə alarım, mən nə edeyim ki? Çək də. Çıxmıram. Tormuz versəm anqut kimi girmişdim ora. Toğram! Eləmə. Xoşum gəlmir elə gic-gic zarafatlar. Oy, özüm çəkirəm deyə. Mən də səni çəkəcəm. Mən də səni çəkəcəm. Mən səni polisə verəcəm. Mən də sən poldə verəcəm. Bu da harda imkan var dayanıb maşının şəklini çəkir. Allah haqqı, bu Rolls Royce zad olsa bilirsiniz nə olar. Asta-asta çıxıram. Yarajdayız. Kontentin anası. Bayaqda maraqlı şeylər görmüşük. Ördəklər, atlar, qoyunlar, sonra su iti gördüm mən. Sən ən birinci suitini gördün. Bakıdan gəlib səninlə bir yerdə. Hə, maşın sürən su iti. Ya bundan da soruşaq. Qardaşım, necəsən? Bəlkə telefonumuz olar. Toğrul çox yekədir, buynuzu dəymə. Ay Toğrul, ay Tova çayın suyuna bax. Tobayı. Bilsən niyədir? Yağış yağıb. Ay ana, ay Toğrul dayan. Gəmcirlacaq, indi.
Uyda, Tuğrul. Gəmi cırılmaz burada, bizə nə olar? Uyda. Buradan Bakıya gəlirəz. Ceyran batana Tuğrul. Salam. Necəsiz? Yaxşı. Hara gedirsiniz? Evə? Üçü də birdən. Bir yerdə qalırsınız? Yox. Neçənci sinifdə oxuyursunuz? 6. Bildim. PUBG oynayırsınız? Kim yaxşı oynayır? Yox da, elə demə də. Ən yaxşı kimdir bu belə super? Ha, bildim. Azadı deyir, odan oldu. Hardan bilir o zaman? Onu, hə. Mən, hə. Yaxşı uşaqlar, mən sizə şirinlik verim. Olar? Deyib özünə sallarsınız. Amma bölüşdürün ha öz aranızda. Yaxşı? Dəqiq? Bölüşdürəcəksiniz? 23-ə böləndə nə qədər eləyir? Neçə eləyir, hə? Ha? Все. Bölərsiniz ha. Sağ olun. Yox, mən oynamıram. Enerji deyə qadağınızı qaçıb gəlib, deyir siz oynayırsınız PUBG. İlk günümüzü gələn kimi yeyib içməyə başladıq. Dayına gəldin, yeyib içməlisən, nə ləzzətə. Sən zarafat elə. Heç nə qalmadı, demək olar ki. Top. Top. Özü necə hiss edirsən? Danış bir dənə. Çox xoşbəxtəm, çox. Ha. Relax et. Relax et. Burada bir dənə belə bir qonşumuz var. Qoşun, burada belə bir odunları da alırsan, əlavə odun, kömür, hamısı pulla da əlavə alırsan, gətirirlər belə samavarı da verirlər, balta falan, nə istəyirsən. Burada
da özün üçün səhərə kimi barbekü, saç, çay, nə bilim, hələ belə sadəcə odun qoy. Günel söz verib ki, sabah gedirik bagi sürməyə. Bagi deyəndə kvadrotsiklda, yəni 4 təkərli. Mənəm Günel. Başım söz verib ki, aparacaq bizi ora. Aparacaq deyəndə ki, mən aparıram. Prosta deyirəm ki, mən tək Söz getməyim. vermişəm ki, gedəcəm pulumla. Söz verməyib ki, bu da mənə gedəcək. Yes. Malacaq. Çayın dəmləni var sənin deyəsən. Gün 2. Sabahınız xeyir. Dünən dəhşət yağış oldu burada, dəhşət. Siz bir mənzərəyə baxın, Allah. Buna bax biləm. Gedirik zavtraq eləməyə. Nə olub sən videoya başa düşmədim. Çəkirsən toy paltarı giyinərdin. Makyajda diləyərdin, toy paltar geyinərdin, bəzi blogerlər kimi bilirəm də. Ölürsən də söz soxmaqdan cəmaata. Nəysə, mənim ceyranım da burdadır. Qapını qayırmaq. Bu nə danışıqdır? Açarı da üstündə qoydun ki, kimə lazım olsa girsin, hə? Sən gəl də, düzəl. Hə, bağlayamadın, al ondan. Bir tane kaldırdın. Qaldırdım. Ben böyle parmağını Dəhşətsən, əgər də elə istedad de başdan ayağa kimi. Dəhşət, bu istedad nətər batırır? Lubludan ha, bu yox da bundan. Allah yoxdur, bundan var bir dənə, bu dalına bax. Belə dal olar. Bir nəfər söz vermişdi ki, biz telefonla oturmayacağıq. Yaxşı, qurban özü telefon qoyan kimi kameranı götürüb mənə çəkir. Sərdən telefondasan. Muşum, həmişə zavtraq eləməyə. Güney söz verib ki, bugün qonaqlığa verəcək. Gün o sönya planı var. Bugün nə iş görəcəyik? İlk növbədə gedəcəyik. Bu işte də yeməyə görə gəlmişik. Sonra gedəcəyik kotecin qabağına və Aytul. Çöplədəcəyik. Qəşəng video çəkdə məni. Sən hər zaman qəşəng deyirsən. Aha. Hə, sonra Sonra gedəcəksən çay qoyacaqsan. Sim var da. sim var. Mən də oturub səb baxacağam. Mən burada işim acı baxmaqdan ibarət. Biraz kitab oxuyacağam, biraz telefonda oturacağam, sonra çay içəcəm. Sonra gedə bilərik bagilərlə tırtıra gəzməyə. Sonra yenə gələrik samanla çay içərik, sonra yatarıq biraz. Sonra yenə durarıq, yeyərik, yenə çay içərik, ərazini gəzərik, axşam olacaq. Axşam mən də yeyərik, çay içərik, yatarıq. Problem orasındadır ki, sabah mənim mamam uçur Türkiyəyə, biz də çatmırıq onu aeroportda ötürməyə. Nə dər, sevinir, qaynana gedir. Dərsən, naburud gəldi, çünki kömək edirdi. Səni uzat eləmə. Ha, buyur. Nömrəyə 150 var demişik, gecəsinə 152. Nə gözəl burnu var, hə? Onun gecəsi Qatay Öceyin evində. Maşınla bir yerdə. 110 manatlı evdir. Evdən var. Dua. Dua. Bizim otağımız 2 addım qabaq, 2 addım dalaq tutardı. Ama yekə afrimdir, evdir. Pasinasında var. Aşağıda villalar tapmışıq, gidilir ondan danışır. Ala deyəm, bu necə fırlanır? Dilxor oldu nə günü? Sağ ol. Oteldən çıxdıq ki, gedək bazara. Günorta üçün özümüzə nələrsə alaq. Nəsə bişirək, nə bilim, setka toyuq filan, belə kartoşka. Və kəndin içinə gedirik, İsmaildayıq bu arada. Kəndin içinə gedirik. O qədər gözəl yerlər var. Çaya düşmək üçün ayrıca belə tropinka var. Kəndin içində evlər və bura gələndən nəsə manifestləmişəm. Dəhşət burada ev istəyirəm. Deyirəm burada torpaq alaq. O şimdi sözümün axırı nədir? Gedib bazara çıxa bilmədik, qaydırıq dala. Çünki kənd o qədər gözəldir ki, içini gəzmək istəyirik. Qərara gəldi ki, düşək kəndin içini gəzək, çaya düşək, buraları gəzək eləyək. Sonra sabah səhər tezdən çıxarıq, gedərik bazara. Çünki kənddə gərək tezdən bazara gedəsən. Biz уже gecikmişik əslində. Bazara gedərik, oradan yolu siz zavtraq eləyərik və oradan da gedərik evə. İndi tanımadığımız yerlərə giririk maşınla, evlərin arasına, küçələrə. Çünki buralar çox gözəldir. Adam gəzdikcə gəzmək istəyir. Daha qısa maşını saxlayıb düşüb ayaqla gedəcəyik. Sizə də göstərəcəyik. Cənnətdir də, prosta cənnət. Bir də axşamla günorta yeməyin aralığı belə saat 5-də 6-da yeyib, vəsə
Burada da qərara gəldi eləyə, amma rayon havası insanı acıdırır. Ona görə düşdük. Topçu kəndi idi. Qəşəng qutab aldıq Topçu kəndindən. Qəşəng akroşka aldıq. İndi bütün maşını iyi götürüblər, qutabın iyi də belə ətlə qarın, göyərtə qarışıq. İndi gedirik otelin qabağında özümüzə qəşəng süfrəmizi açaq. Qəşəng yeməklərimizi qoyaq. Yeyək, içək, keyf eləyək. Ayda var anda kənd həyatına. Ömür boyu yox, amma belə arada adam istəyir. İtalyanlarda Siciliya varsa bizdə də İsmayıllı var. Dəhşət! Твою мать. Ay Toğrul. Batırı. Var yoxsun Allah'ına. Əsl istirahət yaşırıq. Yedik, qəşəngcə yatdıq. Çoxdan da mən günorta yatmağın nə olduğunu unutmuşdum vəbşə. Həmişəki kimi Ceysurka Toğrul. Samavar düzəldir. Amma ləzzəti də bundadır da. Simvar çayı içəcəyik. Burada artıq mən hər şeyi hazırlamışam. Mürəbbə, Snickers. Bulvarda, Allah bulvarda elə bil. Çay içəcəyik, Snickers, mürəbbə. Və Toğrul da burada. Burada belə bir dostumuz var. Bu buranın ən qoca itidir və burada yeganə dişi itdir. Erkək itdir. Qalanları dişidir. Bunun balaları var. İt. Sən demirəm. Bunda başın burasını at vurub operasiya eləyiblər, amma hər şey yaxşıdır indi. Burada dəhşət çox heyvan var, labradorlar filan. Burada çoxlu heyvanlar var, su itilər var. Çox qəribədir ki, bu su itilər hardan gəlir. Burada həyat darıxdırıcı olsa da eyni anda darıxdırıcı deyil. Çünki şəhər rutinindən bezirsən, iş, güc, trafik, insanlar, səs, küy, tıxacılar. Belə yerə gələndə adam fikirləşir, burada nə var? Əslində nə varsa da burada var. Bax, belə bir kiçik kotejlərdir. Yəqin bir çoxunuz burada olmusunuz. Mənə elə gəlir. Belə bir kotejdir. Gəlin koteci göstərim sizə. Maşını belə saxlayırsan yolun qırağında, gəlirsən kotej. Kotej çox balacadır. Hər kotejin öz adı var. Bizdə Aylindir. Belə bir kotejdir. Girən kimi şkaf, işığı yandırdı da deyirlər. Hə. Şkaf, belə bir soyuducu, mətbəx balaca ki, burada yemək hazırlayasan, hər şey plitə, qab-qacaq hər şey var. Yataq balaca, düz pəncərənin yanı panoramik bir pəncərədir, düzü bağlanır. Divanı var. Bir burada da ayaq yolu duş. Vəsə, başqa heç nə lazım deyil. Dost, 5 ulduzlu otel deyil bura. Bura zaten lazım da deyil ki, 5 ulduzlu olsun. İnsanlar bura nabarot elə belə şeylərə görə gəlir. Burada belə bir yemək üçün masa var. Odun və ya ət doğramaq üçün bir kötüyü var. Belə bir şey verirlər. Odunu əlavə alırsan, samavarı əlavə alırsan, salyarkadır, nə bilim başqa aksesuarlar, inventar onlar hamısını əlavə alırsan və oturursan belə dağın ətəyində. Kayf. Bilmirəm nə qədər maraqlı olacaq bu vlog, çünki biz zaten vlog çəkmək planında deyildik. Dedi istirahətə gedək, zadını kamerana götürün, nəsə izləyicilər üçün çəkərik. Siz isə videonu bəyənib kanala abunə olmağı unutmayın. Əgər ilk dəfədir bizi YouTube-da izləyirsinizsə, abunə olmağı da unutmayın. Mənim belə bir pişiyim var, baxın. Oy, pişik saçına bax bir də. Yolublar da. Xozlar olur öyle baş üstə belə. Hə, pişiyim dalaşıb. Yəni pişik qəşəng biraz saçını eləsin. Güya ki yeganə problem saçdır. Oba. Tak, axşam yeməyi sifariş elədik. Gələndən bura saç istəyirəm. Əslində qəşəng çaxarla zadla içməlidir, amma Bakıda bir tədbirə dəvət elədilər Toğrulu. Ona görə indi axşam yeməyimizi yeyib gecə ilə yola çıxacaq. Günorta da yaxşı yatmışıq. Rahatlıqla yola çıxa bilərik.
Deməli bizi deyəndə məni Bakıya çağırdılar. Təcili bir Paşa Bankın bir tədbiri var sabah saat 10-da. Günellə qərarlaşdıq ki, biz yataq duraq saat 6-da və gedək qaydaq Bakıya. Ondan sonra da bir fikirləşdik ki, bir də səhər durub niyə sürürük ki? Ondan sonra gecə yeməyimizi yeyək qaydaq. Bayaq gördüyünüz kimi də burada sac yedik. Sac yedik artıq. Necə deyirlər, toxuq. Toxdan da əlavə günorta da yaxşı yatmışıq deyənə. İndi heç yuxu yoxdur. Düşünürəm ki, rahat yola çıxa bilərəm. Ona görə videoda sona çatır. Like atmamısınızsa like atırsınız, yorum yazın, mövzuları mütləq bizə verin. Yox, zaten səni çağıracaqdım. Bizə zaten bu videonun altında bizə çoxlu görev yox, mövzular verə bilərsiniz ki, hansı mövzularda vloqları istəyirsiniz. Biz də sizlər üçün mütləq çəkək. Qurbanovlar ailəsi artıq biznesdən də yavaş-yavaş digər işlərə də vaxt tapmağa çalışır, yavaş-yavaş. Ona görə sizə də bu kanalda maraqlı videolar gözləyin. Mən burada püşünü vurmuşum. Səhərdən itləri bir şeylər yedizdirdi. Nəsə. Sözüm var. Yox, bizə abunə olun, bizi izləməyi unutmayın, bizi sevin, Kanala like eləyin abunə və olun. gözəl şərhlər yazın ki, biz də həvəslənə yenə çəkək. Tamam. Bye bye. Bay bay.